Taze xəbərdarlıq edilib, belə ki, təhlükə yaxındır deyir alimlər. 20 avqust tarixli və Günəş xəbərinin efirində bir məlumatı diqqətinizə çatdıracağıq. Məlumatımız isə belədir. Avropada rekord temperatur və uzun müddətli istilik dalğaları dənizlərin temperaturunun da kəskin şəkildə artmasına səbəb olub ki, mütəxəssislər də bunun dəniz ekosistemlərinin və eləcə də qurdakı həyata da ciddi təsir eləyəcəyini bildirir. Avropada hökm sürən rekord isti hava dənizlərinin məhz temperaturun əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub. Qeyd edək ki, İrlandiya sahillərindən Aralıq dənizinə qədər geniş ərazilərdə qeydə alınan istiləşmə dəniz ekosistemlərini sözün əsl mənasında təhlükə qarşısında qoyub. Belə ki, iyulun ən isti günlərində Aralıq dənizinin bəzi sahillərində səthi suyunun temperaturunun normadan 6 dərəcə yüksəlib. Qeyd edək ki, istilik dalğalarının hətta bəzən 1 dərəcə yüksəlməsi belə dəniz ekosistemini yəni təhlükəli vəziyyətə qoya bilir ki, bu da təkcə dəniz deyil, eyni zamanda quru sərhədlərinə də böyük təsir göstərə bilir. Qeyd edək ki, dəniz suyunun temperaturu ilə əlaqədar bir çox balıq növü hətta sərin sularda yaşamaq üçün şimala doğru hərəkət eləməyə başlayıb. Bundan əlavə də bir sıra canlılar ciddi təhlükə qarşısında qalıb. Tədqiqatçılar bildirirlər ki, mərcan lifləri temperaturun cəmi 1 dərəcə artması ilə belə məhv ola bilər. Bundan əlavə də qeyd edək ki, bir çox balıq növləri üçün dediyi şimala doğru hərəkət eləmə halları var və canlıların yaşayış arealının dəyişməsi də dənizdəki məhz qida zəncirlərini poza və ekosistemin tarazlığını da dəyişə bilir. Balıq növlərinin azalması da bölgədə balıqçılıq sektoruna da ciddi şəkildə birbaşa təsir eləyə bilir və qeyd edək ki, dəniz suyunun temperaturunun yüksəlməsi sualtı canlıları təhlükə qarşısında qoymur və bundan da əlavə isti dənizlər sahil ərazilərdə rutubətin artmasına səbəb olur ki, bu da istilik dalğalarının insanlar üçün də olduqca ağır keçməsinə şərait yarada bilir.